Verilişin baş sponsoru Vita Prost. Kişi sağlamlığı vacib olduqda. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Ay Həkim davam edir dostlar. Studiyada doktor Tutu Zeynalovadır. Bugünkü maraqlı qonağım anesteziolog, reanimatolog Baku Medical Plaza Babək və Medilux klinikasının baş həkimi doktor Kamal Quliyevdir. Biz reanimatologların, anesteziologların maraqlı iş rejimindən danışırıq, çətin iş rejimindən danışırıq və Kamal doktor qeyd etdiyim kimi və sizin də təsdiqlədiyiniz kimi anesteziolog, reanimatolog olmaq istəyənlərin sayı azdır. Bu tərəfdən də icbari tibbi sığorta hər kəsə bütün belə deyək, tibbi xidmətlərdən istifadə etmək imkanı verdi. Necədir, o xəstə axınının qarşısında dura bilirsinizmi? Mən ilk ondan başlayayım ki, icbari tibbi sığortanın gəlişi bəlkə də 30-40 il Azərbaycan səhiyyəsinin eləyə bilmədiyi bir böyük addım idi. Çünki artıq hər bir Azərbaycan vətəndaşı sağlığında olan problemdən dolayı ödənişsiz şəkildə tibb müəssisələrinə müraciət eləyə bilir. Özəllər də daxil. Bəli, özəllər də daxil, amma burada bir nüans var. Reanimasiya anesteziologiya sahəsinin icbari tibbi sığorta tərəfindən təşkili işi əla adımı deyil. Yəni, subyektiv düşüncəmdir, deyil. Yəni, baxmayaraq ki, belə deyək də, ödənişsiz şəkildə pasiyent müraciət eləyə bilir. Yəni, həmin o multidisiplinar yanaşmanı təmin eləmək üçün güman edirəm hələ bizə Vəsait mi az ayrılır? Yəni, belə deyək, doktor defisiti bir, yəni siz baxsaz vakant yerlərə, əksər xəstəxanalarda periferilər özəlliyi ilə bu ixtisasa müraciət edən həkim sayısı hər ildən ilə azalır. Ümumiyyətlə, reanimasiya bütün dünyada məsrəfi çox, nəticəsi az olan bir bölümüdür tibbin. Və çox təəssüflü ilə qeyd edirəm ki, biz toplum olaraq tibbi tərəfdən yetəri maarifli olmadığımız üçün bu həkimlər qeyd elədiyiniz kimi daim baskı altındadır və bəllidir ki, yəni insan elə bir yaradılışdır ki, qapıdan keçə biləcəyi bir yerə pəncərədən daxil olmaz. Həkimlik də bir məsələydir, doktorun da bir həyatı var, bəlli ehtiyacları var və o əməyin, əziyyətin qarşılığında başqa ixtisası seçməyi daha uyğun bilirlər. Çünki yükü ola biləcək ağırdır və düşünürəm ki, bu sahənin doktorlarına daha özəl qayğı ayrılmalıdır. Əgər belə olmasa, yaxın illərdə böyük ehtimal bu ixtisas üzrə çalışan doktorları biz qonşu ölkələrdən, özəlliklə Türkiyədən transfer eləməli olacaq. Çünki orada yetəri qədər bu ixtisas sahibi doktorlar var. Bir reallıq da var ki, Azərbaycanda mən şəxsən tanıdığım çox reanimatologlar gedib Almaniyada işləyir hal-hazırda. Bəli, Almaniyada tamamilə struktur fərqlidir. Düzün desəm, mən də bir müddət gedib orada çalışıb geri dönmüşəm. Orada struktur tamam fərqlidir. Orada reanimatoloq, anestezioloq işləməklə Azərbaycanda reanimatoloq, anestezioloq arasındakı iş müqayisə olunacaq deyil. Yəni nədir? İş şəraitimi, aldığınız məvacibmi, insanların daha anlayışlı olmasımı, dava dərmanın daha keyfiyyətli olmasımı? Bir çox nüans var. Tibbdə sistemlər fərqli ölkələrdə fərqli qurulub. Məsələn, sistemlər var, pasiyentin müdafiəsinə yönəlik çalışır, səhiyyə sistemləri. Sistemlər var, doktorun müdafiəsi yönündə çalışır. Məsələn, Almaniyada sistem doktorun müdafiəsi yönündə çalışır. Bu, doktorun haqsız davranma və yaxud da yanlışlığa yol verməsi və yaxud da səhlənkarlığı anlamına gəlməz. Sadəcə olaraq maarifsiz olan pasiyentin doktora iddiası olduğu zaman onun gerisində dövlət dayanır. Amma Azərbaycanda heç bir ixtisas üzrə doktorların o müdafiə sistemi yoxdur ki, o yerə böyük ehtimal bəlli bir zamandan sonra bizim tibbdə gələcək və ən zəif bənd əslində bu sayədə bəlkə də reanimatoloqlardır. O baxımdan bu tip qınaq və iradlarla yükə qarşılaşmamaq üçün o ixtisas sahiblərinin sayı azala gedir. Almaniyada sistem dediyim kimi doktorun müdafiəsinə yönəlikdir və Azərbaycanda mentalitet elə qurulub ki, illa ki bir pasiyentin hansısa həkim tanışı var. O həkim tanışı
mənimlə bir ortaq tanışı var və iş bitir, belə deyək, əmək məcəlləsinə uyğun saat 18-də sadəcə otaqdan çıxırsan, amma evdə də iş bitmir səhərə qədər. Yəni reanimatoloqun işi Sonra da başlayır mən ölüm, sən ölüm. Hə, 24 saatlıqdır, bəli, 24 saatlığdır. O baxımdan da məsələ bu ixtisas sahiblərinin anesteziologiyaya çox meylləndiyin gör. Çünki siz əməliyyata girirsiniz. Məsələn, bir sezaryen əməliyyatıdır. Girdiniz, əməliyyatı elədiniz, pasient çıxdı, hər şey yaxşı, hamı məmnun, getdiniz evə yatdınız. Amma reanimatoloq təqib elədiyi pasienti gecədə soruşur. Məsələ, tənəffüs nə şəkildədir, qan qazları normaldırmı, bağırsaq peristaltikası əmələ gəldimi, CD verirmi və ilaxır və s. Yəni, siz fizik olaraq yerinizi dəyişirsiniz, amma zehniniz həmişə işlədir. Reanimatoloqun bir həyatı var, o da xəstəxanadır. Nə toy görür, nə ad günü görür, nə uşağın məktəbindəki tədbirlərdə iştirak edə bilir. Eynən, elədir. Bəli, bunu etiraf eləmək lazımdır və məncə xüsusilə qayğı görməlidir bu həkimlər. Bu mənim həm bir həkim olaraq, həm də bir keçmiş anestezioloq, reanimatoloq olaraq fikrimdir ki, doğrudan çox ağır işdir və əsas da bu pasientlərin maarifsiz olması, xəstə yaxınları ilə ünsiyyət adamı ayrıca yorur. Yəni işdən çox, çünki xəstə orada elə vəziyyətdədir ki, orada nəsə irad bildirə bilmir çox vaxt, amma xəstə yaxınları doğrudan da çox yorur və mən həmişə deyirəm ki, vallah biz də istəyirik, deyirdim çalışdığım dövrdə ki, vallah biz də istəyirik ki, sizin yaxınınız buradan sağ-salamat çıxsın və əlimizdə mövcud olan nə varsa bunu edirik bunun üçün. Amma hər zaman da ürəkaçan olmaya bilər. Həmişə nəticə almaq olmur, yenə deyirəm. Doğru təşkil olunmuş iş, bura eyni zamanda personal, maddi texniki baza, bütün medikamentlər, hər şey daxildir də, belə deyək. Və pasientin olan orqanizminin potensialını son ana qədər, tükənənə qədər istifadə edən adamdır. Yəni, yekunun reanimatoloqu da gözləyir ki, bu potensial ona yaxşı nəticə verəcək. Bəzən verir. Amma nəticə vermədiyi anlar da olurmu? Çox təəssüf edirəm, amma bu reanimasiyanın alın yazısıdır. Bəs proqnoz mövzusunda, doktor, yanıldığınız olubmu ki, misal üçün, ki, düşünmüsünüz ki, bu xəstə, deyək ki, vəziyyətdən çıxmayacaq, sizi təəccübləndirən anlar ki, onda başa düşmüsünüz ki, burada artıq məsələ tibb deyildi, yəni bu daha yüksək, nəsə başqa bir qüvvələrdir. Baxın, bu zamanla formalaşan bir şeydir. Proqnoz var, hansı ki, nəzəri biliklərə söykənir. Məsələn, pulmonar emboliyada bir ağciyər ven tutulub. Mən ortalama ədəbiyyata görə bilirəm ki, bu pasientlərin yaşamı nə qədərdir. Mendelson sindromudur, misal üçün, neçə faiz burada mortalite var və ilaxır və s. Amma illər keçdikcə artıq bir reanimatoloqda subyektiv dəyərləndirmə olur. Pasientə yaxınlaşırsan, dəfələrlə olub. Yəni, müştəbehlik yönündən deməyəcəm. Məsələn, ağır pasientdir, məsuliyyət almaq ola biləcək çətindir, amma hiss var ki, bu pasient vəziyyətdən çıxacaq. Yanıldığım an olubmu? Olub, amma nisbəti bölsəm, əslində haradasa 80% mənim lehimə bitib əksər hallarda qərarları. Çünki biz görürük, məsəl üçün, seriallarda, filmlərdə görürük ki, çox ağır vəziyyətdədir reanimasiyada. Deyir ki, yox, yəni bu xanım sevgilisi girsə, onun orada olduğunu hiss eləsə, ayılacaq və möcüzələr. Və bəzən əhali də bunu gözləyir bizdən reanimasiyada ki, qoy oğlu girsin yanına, qızı girsin, onu hiss edib, onu görsə. Yəni, demək istəyirəm ki, bu həkimlikdən kənar qüvvəni, enerjini inkar etmirsiniz yəqin ki. Qətiyyən mən onun varlığına həmişə inanmışam və faktlar üzərində də mütəmadi olaraq o şeylə rastlaşmışam. Bəli, bir mənalı şəkildə rastlaşmışam. Yəni, çünki siz xəstələrə ölümə ən yaxın anda görürsünüz və ən çox möcüzələri siz görürsünüz orada. Bəli, yəni o bir tutunacaq yeridir. Çünki reanimatoloq qeyd elədiyim ki, orası sonuncu dayanacaqdır. Hər kəs sənə söykənir, amma sənin söykənə bildiyin yer yoxdur. Hamı səndən cavab gözləyir, sənin cavab alacağın adam yoxdur. Və o dediyim fəzanın üçüncü üzü deyək, inam deyək, təvəkkül deyək. Yəni, nə istəsək deyək, o varmı? Var. Bir mənalı şəkildə var. Hətta yenə deyirəm, mən o tip dediyiniz hallar, yaxını girsin, oyanacaq, uşağı gəlsin, oyanacaq. Bu tip halların birbaşa şahidi. Hətta küsülü olan adamların belə görmüşəm ki, məsələ, illərlə küsülü olub ailə üzvlərindən biri ilə, onun yaxınlaşıb o ilə kontaktda keçməsi pasientin yaxşılaşmasına belə və yaxud da halalaşmasına səbəb olub, bəli. Çox maraqlıdır əslində. Yəni, onun izahı yoxdur.
ki bəlkə də nə vaxtsa olacaq izahı bilmirəm, amma bu şeylərin mütəmadi şahidi oluruq. Nəzərə alaraq ki, biz CBC Sportdayıq və ölkənin bütün idman məsələləri bu kanalda həll olunur demək olar və hamı maraqla bu kanalda izləyir bütün idman yarışmalarını. İdmançıların ən çox reanimasiyaya düşmə səbəbləri? İdmançıların dediyimiz bu idmanın növünə görə travmalar da fərqlənər, amma bizə ən çox futbolçular düşürdü. O da hücumçularla toqquşan qapıçılar. Bəli, hə. Məsələ son anda hücumçu qol vurmaq istəyir, qapıçı qapını qorumaq istəyir. Məsələ üzdən aldığı, qoldan, bədəndən aldığı travmalardan dolayı almacıq sınığı, əlin sınması və s. bu kimi hallarla rastlaşırdı. Təkmil ortopedi heyətinin olması bu problemləri də həll eləməyə bizə kömək eləyirdi. Yəni idmançılar o anda sadəcə təcili yardıma gəlirlər, yoxsa reanimasiyada zərbə əgər yatırlar? başdan olarsa, avtomatik minimum beyin silkələnməsi var deməkdir. Bilirsiniz, onun simptomları 10-14 gün davam eləyir, ürək bulanma, baş gicəllənmə kimi. Hətta beyin qanaması belə keçirə bilər. Məsələn, böyrəyə dəyən bir cavan perspektivli futbolçu idi. Yəni də hava toqquşmasında xatırlayıram. Uşaq futbolunda idi. Böyrəyinə dəyən zərbədən böyrək tamamilə partlamışdı. Məcbur biz nefrektomi əməliyyatına gedəsi olduq. Çünki qorumaq üçün qarın başlığı qanla dolmuşdu. Uşaq demişkən, uşaq reanimasiyası ayrı olur. Böyüklərin reanimasiyası ayrı mı olur? Siniflənmədə sağlam xidmət vermək üçün yeni doğulanların reanimasiyası ayrıdır. Ora həmçinin yarımçıq doğulmuş uşaqlara aiddir, pediatrik reanimasiya ayrıdır və yetkinlərin reanimasiyası ayrıdır. Bəs keysəriyyədən sonra ağırlaşma baş verərsə, o ginekoloji reanimasiya ayrıdırmı, yoxsa o da yetkinlərin reanimasiyasına girir? Belə deyək, yenə də orada siniflənmə məsələsi söz mövzu olacaq. Birinci, ikinci, üçüncü sinif olmaz. Amma ananın ağırlaşmasıdırsa, artıq bu somatik reanimasiya belə deyək. Cərrahi olmayan olsa, somatik reanimasiya böyüklərə, uşaqda problem olarsa, o neonatal reanimasiyaya girər. Bunları qurumaq üçün gərək xəstəxananın yarısını reanimasiyaya zəbt eləsin. Əslində bizim xəstəxanada o işlərin hamısı təkmil orqanizə olunub. Yəni sahə olaraq nə qədər sahə lazımdır ki, böyük bir xəstəxanada orada işi təşkil edəsən? Bir pasiyentə ayrıla biləcək standartlara uyğun, bu dünyada da GCI standartlarına da uyğun bəlli kvadrat metrə var. Bir küvezə ayrılacaq yerin ölçüsü var, bir pediatrik çarpayıya ayrılacaq yerin ölçüsü var. Sırf onlar müvafiq hesablama əsasında, məsələ böyüklərin reanimasiyası bizdə 20 yataqlıdır. Amma məsələn, neonatal reanimasiyada təkcə 18 küvez, ondan ziyadə də digər belə deyək, fizioloji, solunum yetərsizliyi olanları dəstəkləmək üçün başqa bir alan var. Yəni, mərtəbənin hardasa birini tutur. Kamal Quliyev bunlara necə nəzarət edə bilir? Əslində əmək bölgüsü var. Mən daha çox böyüklərin reanimasiyasına nəzarət edirəm. İndi həm də baş həkimsiniz. Bütün xəstəxana sizin üzərinizdədir. Eynən. Amma buna baxmayaraq, yəni girirsiniz əməliyyatlara və reanimasiyada da bəli, əməliyyatlara da girirəm, reanimasiyadakı xəstələrdə təqib eləyirəm. Aydındır. Belə bir məsələ də var ki, gəlin açıq etiraf edək ki, özəl xəstəxanalarda xəstələr deyir ki, nəsə oldusa, özələ apardınsa, pulun yoxdursa, səni xəstəxana qəbul etmir və xəstəxanaya girmək üçün ümumiyyətlə sənə kimsə baxsın deyə depozit tələb olunur. Bu sistem davam edirmi? Çünki bir çox xəstəxanalarda belədir, sizdə bilmirəm. Bilirsiniz, özəl xəstəxanalar özü hesabına adı üstündə olduğu kimi maliyyələşən xəstəxanadır. Yəni, o pasiyentin ödədiyi paranın hesabına xəstəxana cari məsrəflərini qarşılayır. Bura istər onun yatağı olsun, və yaxud da döşəyi olsun, dərmanı olsun və yaxud da digər tibbi məlzəmələr, mərkəzi venoz kateteri olsun, sidik kateteri və s. İşçilərin maaşı olsun. Bəli, hamısı ora daxil, doktorların, yemək filan, bunlar hamısı və bu sözsüz ki, özəl xəstəxanalarda xəstə yaxınları tərəfindən ödənilir. Amma özəl xəstəxanaların belə deyək, belə bir öhdəliyi var. Pasiyent ağır bir diaqnozla gəlirsə, təcili yardımın o anda pasiyentə verdiyi xidmət ödənişsizdir. Əgər pasiyentin müalicəsini eyni xəstəxanada davam eləyə bilmirsə. Yəni, ilkin yardımı göstərmək, lazımdırsa hətta süni tənəffüs aparatına qədər təcili yardım şöbələrində bir resusitasiyon otaqları var. İlkin yardımı tam şəkildə təkmil göstərib, durumu stabilləşdirib, əgər mümkünsə eyni xəstəxanada, mümkün deyilsə, transferi üçün uyğun şəraiti yaradırlar. Sonra yəni, əks təqdirdə özəl xəstəxanaların, bəli,
eyni şəkildə keyfiyyəti suna bilməsi davamlı imkansız bir şey olar. Və yaxud misal üçün elə olub ki, xəstənin üstünə gəlib təcili tibbi yardım xidməti dövlətin və xəstə deyir ki, mənim həkimim Baku Medical Plaza-dadır, məni aparın ora. Burada bu necə bölünür? Mütləq sizin maşın mı gəlib onu aparmalıdır, yoxsa xəstəni gətirə bilərlərmi sizin xəstəxanaya? Bu tənzimləmə əslində belə deyək, dövlət qurumları tərəfindən olur. Əgər onlar dövlət təcili yardım maşınına o göstərişi verərlərsə, təbii ki, yəni demək olar ki, bütün özəl xəstəxanaların icbari tibbi sığorta ilə artıq anlaşması var və bu maşınlar, təcili yardım maşınları da birbaşa onların tabiçiliyindədir. O göstəriş verərsə, təbii ki, özəl xəstəxanaya da pasiyenti transfer eləyə bilər. Bəs xəstəxana öz yəni maddiyyatı hesabına gəlmək istəyirsə? O da, yəni özəl xəstəxanaların özünün ambulans xidməti var. Nə üçün deyirəm? Burada çox vaxtı görürsən ki, çox vaxt itkisi olur. Bu təcili yardım deyir ki, yox, mən səni ora apara bilmərəm, zəng elə onların maşını gəlsin. Bunlar zəng eləyincə, orada maşın boşalınca, gəlincə, xəstəni aparınca iş işdən keçir. Tamamilə sizlə razıyam. Bunu mən koordinasiya problemi olaraq sunuram. Çünki belə deyək, icbari tibbi sığorta maksimum xidmətləri özlərinə aid olan müəssisələrdə, daha doğrusu dövlətə aid olan müəssisələrdə verməyə çalışır. Amma individual qərarların verilə bilmə bacarığı olduqca vacibdir. Məsələn, bilirik ki, kəskin miokard infarktı keçirmiş pasiyenti zamanında 6 saata qədər hələ ki, kardiomiyosidlər tamamən məhv olmayıb, xəstəxanaya alıb. Misal üçün, yəni lokalizasiya olaraq deyək ki, bizim xəstəxananın qonşu binasında bir adam miokard infarktı keçiribsə, ona ən tez hansı xəstəxana yardım eləyə bilər? Biz. Amma o anda artıq bu mübahisə məsələsi olmamalıdır. Bura mı getsin, ora mı getsin? Çünki belə deyək, mövzu burada pasiyentin sağlığı və həyatıdır. Yəni ona görə mümkün ən birinci tibb müəssisəsinə profili belə deyək də, hansı özəl və yaxud da dövlət olmasından asılı olmayaraq ora çatdırmaq lazım. Və yaxud da deyək ki, bir insult keçirmiş pasiyentdir. Bilirsiniz, bizdə strok mərkəz də var. Bəli. İlk 4 saata qədər yetişə bilən pasiyentlərin necə ki, ürəkdə trombu çıxartmaq, damarı genişləndirmək, stentləmək, eyni şəkildə həmin proseduru biz beyində də eləyə bilirik və bu işi icra eləyən kifayət qədər professional. Sizdə kimdir strok mərkəzində həkim çalışır? Əslində strok mərkəz də bir komandadır. Aha, orada da bir komanda. Orada var belə deyək, invaziv radioloqlar, neyrocərrahlar, nevroloqlar və reanimatoloqlar. 4 branşın cəmlənməsindəndir və 24 saat həmin hizməti davamlı şəkildə sunuruq. Tural Rəhimli kimi əjdaha həkimsiniz, sizin mərkəzdədir və əminəm ki, ora müraciət edənlərin yetər ki, vaxtında müraciət edəsinlər strok mərkəzə. Bəli. Yəni zamanında girib, çünki siz orada yenə də özəl xəstəxanadır, o işlərin bəlli mali məsrəfləri var, amma bəzi nüansları nəzərə almaq lazımdır. Məsələn, gecikmiş insultlarda xəstənin bəlli bir bölgəsi işləmir, nitqi pozulur. Onların bərpası üçün reabilitasiya dönəmi hədsiz uzun ola bilər və yeni olduğu üçün ocaq tam formalaşmır. Biz beynin nə qədər hissəsini əhatə eləyəcəyini bilmirik problemi. Mərkəzi damarın tıxanması olar. 3 gün sonra tamamən yarım kürəni sıradan çıxara bilər. Təbii ki, bu pasiyent artıq heç vaxt yataqdan ayrıla bilməyəcək, daim qulluğa ehtiyacı var. Amma məsələ anında o trombu oradan çıxartsaq, ya minimal səkərlə, ya da tamamən qüsursuz şəkildə oradan qurtula bilir. Yəni bu şeylərin hesabatını yapınca o işi görmək daha faydalıdır. Mən təşəkkür edirəm sizə. Çox sağ olun. Vaxtımız təəssüf ki, tez keçdi. Bəlkə hansısa sualı vermədim, bəlkə nədənsə danışmaq istəyirdiniz. Nəsə müraciətiniz varsa buyurun. Yoxdursa yekunlaşdıraq. Yox, təşəkkür edirəm bir daha dəvətiniz üçün. Mən təşəkkür edirəm gəldiyiniz üçün. Dostlar, nəzərinizə çatdırım ki, Ay həkimin bugünkü qonağı Baku Medical Plaza və Medilux klinikalarının baş həkimi, çox güvəndiyim həkim, anestezioloq, reanimatoloq. Hətta deyərdim ki, heç kimin xətrinə dəyməsin, hamınız dəyərlisiniz, hamınızın işini bilirəm, amma Allah göstərməsin, mənə nəsə olsa ölkədə 2 reanimatoloq var ki, istəyərəm ki, onlar mənə nəzarət eləsin. Biri Kamal doktordur, ikinci hələ vaxt tapıb gələ bilməyib efirə. Və son təşəkkürüm verilişimizin sponsorlarındandır. Baş sponsorumuz Ştada şirkətidir. Xroniki prostatit və sidik ifrazı pozğunluqları zamanı
faydalı olan Vitaprost preparatını sizə təklif edir. Vitaprost prostat vəzinə məqsəd yönlü təsir göstərən bir preparatdır. O iltihabı azaldır, qan dövranını yaxşılaşdırır və xəstəliyin simptomlarını aradan qaldırır. Vitaprostun müntəzəm qəbulu prostatın fəaliyyətini bərpa etməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir. İstifadə etmədən öncə həkiminizlə məsləhətləşin. Digər sponsorumuz idman həkimi Fərid Səlimovdur. Fərid Səlimov Böyük Britaniyada təhsil alıb və fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Belə ki, diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə canınızı qurtara bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng edə bilərsiniz. Təşəkkür edirəm səbriniz üçün, bizi izlədiyiniz üçün. Özünüzə yaxşı baxın, sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik. Verilişin baş sponsoru Vitaprost. Kişi sağlamlığı vacib olduqda.